Salam əziz tələbələr, bu gündən etibarən məntiqdən sıfırdan baza dərslərimiz başlayır. Dərslər mən Emil Əlizadə tərəfindən tədris olunacaq və bu dərslərin köməyi ilə siz məntiq fənnindən ilkin biliklər əldə etmiş olacaqsınız. Çox vaxtınızı almaq istəmirəm, bu gün ilk mövzumuzdan, yəni şifrələr bölməsindən danışacağıq. Məntiqdə hər mövzuya aid bəzi qısa qaydalarımız var, buna qızıl qaydalar da deyirik. Hər kəsin bilməli olduğu ilk öncə bundan danışacağıq. Nədir bu qızıl qayda? Baxırıq buna. Görürsüz, qızıl qayda kimi qeyd eləmişik ki, bütün simvolların şifrələri fərqli olmalıdır. Yəni bu nə deməkdir? Əvvəla belə bir nümunə kimi bir şey yazacağam. Tutalım, tələbə sözü var əlimizdə və biz tələbə sözünü kodlaşdırmalıyıq. Tələbə sözünü şifrələyərkən sıfırdan başlayaraq ardıcıl kodlardan istifadə etmək şərtini irəli sürürəm və bunu kodlaşdırmaq tələb eləyirəm. Gəlin başlayaq. Kodlaşdırmaq istəyirəmsə sıfırdan başladığıma görə buna 0, buna 1, buna 2 yazıram. Və sonra ə hərfi gəlir və mən yenə bu əyə 1 yazmalıyam. Bu nə deməkdir? Yəni sən əgər əyə bir dəfə şifrə kimi 1 şifrəsi vermisənsə, növbəti ənin şifrəsi yenə 1 olmağa məcburdur. İndi buna 3, buna yenə 1 yazmağa məcburam. Deməli, hər bir simvolun şifrəsi fərqlidir deyəndə bunu nəzərdə tutmuşuq. Yəni başqa bir növdə deyək. Tutalım, sən T hərfinin şifrəsini görsən, biz burada bu misalda 0 demişik. Həmən misalın daxilində T-nin şifrəsini 1 kimi görə bilməzdik. Avtomatik qızıl qaydamız budur. Bütün simvolların şifrələri bir-birlərindən fərqli olmalıdır. Bu qızıl qaydanı mən indi testlərə tətbiq edəcəm və nə demək istədiyimi tam hər biriniz başa düşəcəksiniz. Keçək testimizə. Məsələn, belə bir test var. İlk öncə ondan danışaq. Yəni bunu belə sabit saxlaya bilim burada. Aha, batıq sözünün qarşısında bir şifrə var. Cehiz sözünün də qarşısında yenə bir şifrə var. Haqsız sözünün şifrəsi istənilir. Daha rahat olanı budur. Əvvəla uyğun hərfi uyğun yerə yazasınız. Yəni birinci hərf birinci şifrənin üzərinə yazılır. Batıq sözündə B-ni bura yazıram. Eyni qaydada batığı davamlı formada bura yazıram. Batıq sözünün şifrəsini yazdım. İndi eyni məntiqi aşağıda eləyəcəyik. Cehiz sözünün də şifrəsini gətirib burada yazacağam. Cehizi də gətirib yazırsan. Və sən bunu yazandan sonra artıq bütün şifrələri görmüş olursan. B hərfinin şifrəsi nədir? Aşağısında görürük ki 2-dir. A hərfinin şifrəsi nədir? Aşağısında görürük 3 bucaqdır və s. İndi gəlin öz testimizdə haqsız sözünü şifrələməyə çalışaq. Haqsız sözündə baxın, H-ın şifrəsi nədir? Ulduz. H-ın yerinə yazacağam ulduz. A-nın şifrəsinə gələk baxaq. A-nın şifrəsi nədir? 3 bucaq. A-nın yerinə yazacağam 3 bucaq. Q'nın şifrəsi nədir? Baxın, burada Q'nın şifrəsini 7 kimi görürük. Bunun yerinə yazacağam 7. S hərfi nə batıqda, nə cehizdə heç birində S hərfi yoxdur. S-i hələ ki saxlayaq. Yoxdur da bu, bilmirik axı şifrəsi nədir. Buranı boş saxlayıram. I hərfi batıqda I-nın kodunun kvadrat olduğunu görə bilirsiniz. Buna kvadrat yazıram. Z-in də kodu üstə gəldi. Aha, bunu da yazdıq. Deməli, bizə nə lazımdır? Bizə lazımdır ki, cavabımız ulduz, 3 bucaq və 7 ilə başlasın. Ulduz, 3 bucaq və 7 ilə başlamayan bir dənə D variantı var. Görürsünüz, D variantı elə başlamır. Qalan hamısı ulduz, 3 bucaq 7-dir. Buraları öz yerində. Bu hissəsini ayırıram. Bir də bizə nə lazımdır? Axırı da kvadrat və üstəgəllə bitsin. Axırı kvadrat və üstəgəl olmalıdır. Görürsünüz, bu kvadrat və üstəgəllə bitmir. Deməli, A variantımız getdi. Bu kvadrat və üstəgəllə bitmir. Deməli, Y variantımız da getdi. Bu da kvadrat üstəgəllə bitir. Bu da kvadrat üstəgəllə bitir. Deməli, bizim əlimizdə 2 dənə cavab qaldı. Ya cavab B variantıdır, ya cavab C variantı. Bizim qızıl qaydamız nə idi? Hər simvolun şifrəsi fərqli olmalıdır. Yəni, bu nə deməkdir? Baxın, mən C variantını doğru götürsəm, 2-ni doğru götürmüş saydıram. 2 bizim üçün hansı hərfdir? Bura diqqətlə baxsaq, 2 B hərfinin kodudur. Yəni, batıqda B-ni 2 ilə kodlaşdırmışıq. Axı, haqsız sözündə B hərfi yoxdur. Yəni, haqsız sözündə B hərfi olmadığına görə sən bu sözü kodlaşdıranda 2-dən istifadə edə bilməzsən. 2 də ola bilməz. Geriyə qaldı 8. Görürsünüz, yuxarıda 8 yoxdur. Deməli, 8 S-i kodlaşdıra bilər. Doğru cavabımız oldu B variantı. Buna belə bir qısa qayda deyəcəyik. Əgər simvol yuxarıda yoxdursa, onun kodu yuxarıda olmayan hər hansı bir şey ola bilər. Gördünüz, vurğuladım, yuxarıda olmayan. Yuxarıda 2 var idi deyə S-nın şifrəsi 2 ola bilməzdi. C variantı getdi. Qaldı B variantı. Keçək, baxaq belə bir suala. Eyni sualdır. Bunu da sizə müstəqil test kimi verirəm. Goranboy Sumqayıt Qobustan. Bu sualın doğru cavabını siz tapmağa çalışın. Yəni, görək doğru cavab burada A, B, C, D, Y beşlisindən hansıdır? Bunu da qeyd edim ki,
Bu tip suallar, yəni indən sonra keçirilən canlı dərslər, video dərslərə aid olan test tapşırıqları bizim WhatsApp qrupumuzda olacaq. Həmin WhatsApp qrupumuza qoşulmaq və məlumat almaq üçün ya 28 may filialımızın nömrəsinə yaza bilərsiniz. Nömrə burada qeyd olunub 070 611 3306. Ya da sizi testlərlə bağlı maraqlandıran hansısa sual olarsa, hansısa sualın cavabını tapmaqda çətinlik çəksəz, mənim özümə də yaza bilərsiniz. Nömrəmi qeyd edəcəm bura 050 728 91 95. Mənim özümə də yaza bilərsiniz, filialın nömrəsinə də yaza bilərsiniz, fərqi yoxdur. Yəni biz sizi WhatsApp qrupumuza qoşacağıq. Həmən qrupda keçirilən dərslərə aid testlər, video materiallar, qısa qaydalar, konspektlər paylaşılır ki, siz də onları əldə etmiş olarsınız. Bu sualımızın da doğru cavabı həmən WhatsApp qrupumuzda paylaşılacaq. Dediyim kimi, ya bu nömrə ilə, ya da buradakı nömrə ilə əlaqə saxlayın, sizi WhatsApp qrupumuza qoşar. Keçirəm növbəti bir suala. Baxırıq, növbəti belə bir sualımız var. Kredit sözünün qarşısında bir dənə cavab verilib, təmsil sözünün də qarşısına yenə bir cavab verilib. Dövlət sözü istəndir. Mənə daha rahat olanı, mən buna əvvəlcə nömrə deyirəm. Bu biraz bayaqki şifrədən fərqlidir. Yəni nədir bu? Biraz diqqətlə baxsaz, bax bunun nömrələsə 1, 2, 3, 4, 5 və 6. Görürsünüz, i hərfi gəlir cavabda. i kredit sözündə hardadır? Kreditin 5-ci hərfidir. Buraya yazacağım 5. R hardadır? Kredit sözündə 2-ci yerdədir. D hardadır? 4-cü yerdə. K hardadır? 1-ci yerdə. 5, 2, 4, 1. İndi nə demək istədiyimi bir daha aşağıda yenə baxaq. Bax, təmsil sözünü yenə sıralayaq. 1, 2, 3, 4, 5 və 6. Görürsünüz, yenə i gəlir. i neçəncidir? 5-ci. Sonra ə gəlir. 2-ci. Sonra s gəlir. 4-cü. Sonra da t gəlir. 1-ci. Və siz diqqətlə baxmış olsanız, görəsiniz ki, 1-dən 6-ya qədər ardıcıl gedən sıralarda cavabımız bunları istəyir. 5-cini, 2-cini, 4-cünü və 1-cini. Yəni, gəlin biz öz testimizi nömrələyək. 1, 2, 3, 4, 5 və 6. Cavab bizdən nələri istəyirdi? Görsən, 5, 2, 4, 1. Görürsünüz, yenə 5, 2, 4, 1. Biz yenə 5, 2, 4 və 1 yazaq. 5, 2, 4 və 1. Yəni bizim öz testimizin 5-cisi nədir? Ə-ni yazırıq. 2-cisi nədir? Ö-ni yazırıq. 4-cüsü nədir? Ə-dir. Onu yazırıq. Daha doğrusu l, üzrlü sayın. L-dır. 1-cisi də d-dır. Deməli, ə, ö, l və d. Bizim axtardığımız cavab ə, ö, l və d-dır. Doğru cavabımız oldu C variantı. Burada da diqqət etməli olduğumuz isə hansı hərflərin seçilməsi idi. Keçdik növbəti bir suala. Belə bir şifrə sualı var. Bu biraz digərindən fərqlidir. Bunun da qaydasını öyrənsəz çox rahatçılıqla tapa biləsiniz. Baxın, günəbaxan sözünün qarşısında şifrə yazılıb. Sürətli formada bunu izah etməyə çalışacağam. 6D deyəndə gəlib burada sayarsan 6-cı hərfi 1, 2, 3, 4, 5, 6. 6-cı hərfin şifrəsi D-dır demək istəyir. Gəlirsən 6-cının üstündən D yazırsan. 2C yazanda 2-cinin şifrəsi C-dir demək istəyir. 2-cinin üzərinə C yazırsan. 9V deyəndə 9-cunun şifrəsi V-dır demək istəyir. 7Y-dır. 7-ciyə Y yazırsan. 3V deyəndə 3-cüyə V yazırsan. Yəni bax görürsən 1A yazıb. Yəni, bu birinci hərfin şifrəsi A-dır deməkdir. Məsələn, görürsən 5Z deyir. Sayırsan burada sırayla 5-ci budur. Bax, bunun üzərinə Z yazırsan. 8-ciyə D yazırsan və 4-cüyə B yazırsan. Birinci işimiz buydu. Rəqəmləri bura sıralamaq. İndi çox rahat bir üsuldan danışacağım sizə. Cavabı çox sürətlə tapa bilirsiniz. 5Y nə deməkdir? Birinci bundan danışaq. 5-ci hərfi soruşur da, yəni 5-ci yerdən danışırıq. Yuxarıda Y-ni axtarırsan. Bax, görürsünüz Y nəyi kodlaşdırıb? Y X-ni kodlaşdırıb. İndi mən sizdən soruşuram. Bu X harda olacaq? Bax, rəqəmi görürsünüz də 5. Deməli 5-ci yerdə X olacaq. Bax 5-ci yerdə X yoxdur. 5-ci yerdə X yoxdur. 5-ci yerdə X yoxdur. Bax burada da 5-ci yerdə X var. Burada da 5-ci yerdə X var. Yavaş-yavaş öyrəşəsiniz. Yəni düşünməyin ki, siz hər şeyi bir dəfəyə tam ideal öyrənməlisiniz. Yox, təbii ki, belə bir şey yoxdur. Siz gərək testlər işləyəsiniz, çoxlu və bundan sonra öyrənəsiniz. Dediyim kimi, çoxlu test işləmək üçün də o WhatsApp qrupumuza qoşulun ki, buna aid kifayət qədər test görmüş olasınız. Keçək indi buna. 2D. Birinci dayanıram. D lazımdır mənə. Qalxırsan yuxarıya, baxın. D nəyə kodlaşdırıb? D A-nı kodlaşdırıb. Bəs harda olacaq? İkinci yerdə. Deməli, ikinci yerdə A olmalıdır. Bax, bir dəqiqə, bu variantları çıxartmışıq da B ilə C arasında qalmışıq. Sonra keçək 3-ə.
baxın, üçüncü yer. 3-ə A göstərir. Sən əvvəlcə bax bu A-nı axtarırsan yuxarıda. Çıxıram tez yuxarıya. A nəyi kodlaşdırdı? Baxın, A C-ni kodlaşdırıb. İndi bu C harda olacaq? 3 dediyinizi sanki eşidirəm. Bax görürsən 3 yazıb. 3A yazanda sən yuxarıda A-nı axtardın, A C-ni kodlaşdırıb. 3 dediyinə görə 3-cü yerə C yazırsan. Bu cəhətdən B variantımız da getdi. Qaldı bircə dənə C variantı. Doğru cavabımız olacaq C variantı. Bunu nə qədər doğru öyrəndiyimizi bilmək üçün növbəti bir müstəqil testiniz var. Belə bir şey var, təhlükə sözünün şifrələri verilib, aşağıdakı istənilir. Mən sizə kömək məqsədli bir daha xatırladacağam. 3Y deyəndə 3-cü yerdə Y yazarsan, 6T deyəndə 6-cı yerdə T yazarsan, 5R deyəndə 5-də R, 1Z deyəndə 1-də Z-i, 4F deyirsə 4F yazıram. Bu qaydada gedirik. 7-də X-dir, 2-də X-dir. Rahat tapa biləsiniz deyə mən burasını yazdım. Geriyə qalan cavab hissədir. İndi cavabı siz tapıb rəy hissəsində yazırsınız. Doğru cavabımız isə WhatsApp qrupunda qeyd olunacaq. Keçirəm növbəti suala. Sonra şifrə bölməsində belə sual tipimiz də var. Baxırıq, görürsünüz, maraq sözünün qarşısında bir dənə cavab var, kompüter sözünün qarşısında yenə fərqli bir cavab var. Biz bunu axtarırıq ki, maraqda niyə cavab 6 olub, kompüterdə niyə 15 olub? Əvvəla bu suallarda bir şey də yadda saxlayın ki, bu tip suallarda əsasən sizə sait və samit hərflər lazım olur. Yəni, saitlərə və samitlərə baxacaq. Məsələn, indi mənim bu dediyimdən, saitdən və samitdən maraq sözündə necə 6 yarada bilərik? Maraq sözündə görürsünüz 2 dənə sait var. Sait vurulsun samit. Bərabər olur 6-ya. Düşək görə aşağıda həqiqətən bu belədir. Kompüterdə neçə dənə sait var? Kompüterdə 3 dənə sait var. Neçə dənə samit var? 5 dənə. 3-ü 5-ə vurdu 15. İndi siz deyəsiniz ki, müəllim, bu həmişə belə saiti samitə vurur. Yox, həmişə vurmur. Sadəcə bu testdə belədir. Bəs siz bunu hardan tapmalısınız? Fənnimiz ona görə məntiqdir. Saitə, samitə baxacağıq, biraz düşünüb cavab axtaracağıq. İndi gərək benzin sözündə nə iş görəcəm? Saitlərin sayı 2 dənədir. 2-ni vuracam samitlərin sayına. 2 vur 4, yəni 8. Deməli, bu sualımın cavabı oldu Y variantı 8. Buna aid birinə də baxaq. İndi gəlin baxırıq. Məsələn, kosmonavt sözünə 3, qarğıdalı sözünə 4 yazıb. Xilaskar sözü istənilir. İndi burada da yenə bir məntiq yerdəkdə. Niyə kosmonavtın cavabı 3-dür, qarğıdalının cavabı 4-dür? Bayaq nə dedik? Dedik, saitə baxmalısan, samitə baxmalısan. Bu testdə kosmonavtda 3 yazma səbəbi budur ki, burada 3 dənə sait var. Bu test sadəcə saitlərin sayını yazır. Saitlərin sayı. Kosmonavtda 3-dür deyə 3 dənə yazıb, qarğıdalıda 4 dənədir deyə 4 yazıb. İndi biz xilaskar sözündə neçə sait var, onu götürüb cavaba yazacağıq. Cavabımız olacaq 3. Bəzilərimiz də buna heca adı da verə bilər. Məsələn, deyirlər ki, müəllim, kosmonavt 3 hecalıdır, ona görə 3 yazıb. Elə biz Azərbaycan dili qrammatikasından bilirik ki, saitlərlə hecaların sayları bərabər olur. İndi xilaskar sözündə istəyirsən sait denən, istəyirsən heca denən. Bəs buna aid bir dənə test tapşırığını sizə verəcəm. Bununla da bugünkü dərsimizi yekunlaşdıracağıq. Yəni, belə bir sualımız var. Yasəmənin qarşısında 21, kosmetikanın qarşısında 36 var. Xüsusiyyət sözünün cavabını axtarırsınız. Belə deyək də, cavabı tapdıqdan sonra rəy bölməmizdə yazırsınız. Daha sonra doğru gələn rəylərin hər birini bəyənəcəm. Bugünkü dərsimiz bu qədər. Mütəmadi kanalımızda dərslər paylaşılacaq. Videolar çox uzun və yorucu olmasın deyə burada yekunlaşdırıram. Növbəti dərsdə növbəti yeni qaydalar haqqında danışacağıq. Sağ olun, növbəti dərs görüşənədək.